Aziz qadınlar, ailənizin uzun ömürlü olmasını istəyirsinizsə, ailənizin içində rifah olsun istəyirsinizsə, uşaqlarınızla o ailənin içərisində yaxşı, şad, xürrəm yaşamağını istəyirsinizsə, hökmən kişinin həyatında ikinci, üçüncü, dördüncü, hətta beşinci qadına da icazə verməlisiniz. Gündə qarşımıza ən azı 10-15 dəfə çıxan bu və bu tipdə dırnaqarası psixoloji videolar. Əslində isə bu psixologiya deyil, ticarətdir. Hətta mən deyərdim təxribatdır. Day bezmişik, bəli. Əlimizdəki mobil cihazlar özümüzü daha yaxşı ifadə eləməyə şansı yaratdı, amma bir tərəfdən də bizə bu TikTok mütəxəssislərini qazandırdı. Məhz ona görə də hər kəsə eyni tövsiyəni verib faciələrə səbəb olan internet həkimləri kimi son illər sosial şəbəkələrdə özünü psixoloq olaraq tanıdan şəxslərin sayı da durmadan artır. Bəziləri bu sahədə heç bir ixtisası olmadan sadəcə populyar frazalarla insanlara güya ki yol göstərir. Pərdə arxasında isə insanlara eşitmək istədikləri deyilir. Ümid ticarəti aparılır. Milli mənəvi dəyərlər, insani keyfiyyətlər tapdalanır. Cəmiyyət sonu görünməyən uçuruma sürüklənir. Qadınlara güya kişini manipulyasiya etməyin yolları öyrədilir, kişilərə əsl kişi 100 qadınla görüşər deyilir. İnsan münasibətlərinin instinktiv, emosional və təkamül əsaslı tərəfləri göz ardı edilərək strateji bir oyun kimi təqdim edilir. Kişinin pulunu necə almaq olar, qadının duyğularını necə manipulyasiya etmək olar, nədir bu? Biz gənclərə nə aşılıyırıq? Sonra da deyirik ki, bu gün niyə insanlar bir-birini aldatmağa, səthi münasibətlər qurub bir-birindən istifadə etməyə bu qədər meyillidir? Siz düşünürsünüz ki, hər gün məruz qaldığımız bu şəxslər, bu fikirlər bizə, gənclərə və ümumi cəmiyyətə nə qədər təsir eləyir? O insanlar hansı ideoloji mərkəzdən, hansı ortaq mənbədən bəslənir bilmirəm. Bildiyim odur ki, hansısa onlayn kursda 3 ay təlim almış bu dırnaqarası psixoloqların insanlara verdiyi zərər bununla da yekunlaşmır. Onlar insanları peşəkar psixoloqlardan da uzaqlaşdırırlar. Mövzu göründüyündən çox daha təhlükəlidir.